İran bölgədə yolların açılması ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın sülh kəsişməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qərbi Zəngəzurda deyib. Biz əvvəllər də Ermənistan Baş nazirinin sülh kəsişməsi layihəsini alqışlamışıq. Bu, kommunikasiyaların açılması üçün bir fürsət ola bilər, səfir qeyd edib. Sübhani əlavə edib ki, Qərbi Zəngəzurdan keçən yollar Ermənistanın suverenliyi altında açılmalıdır. Biz kommunikasiyaların açılmasının əleyhinə deyilik, amma bu Ermənistanın suverenliyi altında olmalıdır. Düşünürəm ki, bu layihə regionda yüklərin daşınmasına da öz töhfəsini verəcək. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə İrəvanın nəqliyyat yolları ilə bağlı sülh qovşağı layihəsindən də danışmışdı. Dövlət başçısı bildirmişdi ki, Ermənistan bunu reallaşdırmaq üçün əvvəlcə Azərbaycana müraciət etməlidir. Ermənistan dırnaqarası sülh kəsişməsi layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız 2 qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu sadəcə olaraq kağız parçasıdır. Bizim şərtlərimiz isə ədalətlidir. Beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır.